Biz Azərbaycan uşağıyıq. Biz torpaq yiyarıq, torpaq vermərik. Bura bizim vətənimiz. Təbriz, eləcə də İranın azərbaycanlılar yaşayan digər şəhərlərindən rejimi dəstəkləyən videolar yayılır. Videolarda danışan İran azərbaycanlıları müharibədən qorxmadıqlarını, torpaqlarını verməyəcəklərini deyirlər. Devletimizin hep arkasındayız. Burada da gücümüzü, kuvvetimizi göstermeye geldik. Amerika ve İsrail her harda olup da cinayetten başka ayrı bir zat görmemiş olarlar. Türkiyədə yaşayan milli fəal Mahmud Alizadə deyir, İranda azad media olmadığından yalnız rejimi dəstəkləyənlərin fikirlərinə yer verilir. Son günlərdə Amerikanın əleyhinə fikirlərin səsləndirilməsi Təbrizdən doğruluq payı hardasa yoxdur. Çünki indiki durum İrandakı əhalinin, Güney Azərbaycandakı boydaşlarımızın xarici medialarla əlaqəsi tamamilə qopubdur. İran rejimi tərəfindən kəsilibdir. Ancaq öz yandaşlarına imkan yaradılıb ki, İran hökuməti Tehran rejiminin leyhinə olan fikirlər səsləndirilir. İran rejiminə bağlı olan dövlət orqanlarında fəaliyyət göstərən və mali baxımdan rejimə bağlı olan şəxslər tərəfindən səsləndirilir. Mahmud Alizadə deyir, İranda azad fikir, ifadə azadlığı olsaydı, fikirlər tam fərqli olardı. Almaniyada yaşayan başqa bir İran azərbaycanlısı Nağı Mahmudi videolarda səslənən fikirləri hakimiyyətin təbliğatının bir hissəsi sayır. Güneydə İranın başqa bölgələrində olduğu kimi müharibəyə baxışlar fərqli və ciddiyyətlidir. Bəziləri müharibəyə baxışları müsbətdir, onu qurtuluş üçün təkcə yol bilirlər. Amma bəziləri düşünürlər ki, bu ölkəni viranlığa tərəf sövq etdirə bilər. Amma bu son həftələrdə olan propaganda hamısı hakimiyyətin propagandasıdır. İsveçdə yaşayan azərbaycanlı milli fəal Salih Kəmrani deyir, İran azərbaycanlıları arasında hakimiyyəti dəstəkləyənlər var, amma onların sayı ilə də çox deyil. Təbrizdə və ya hər hansı bir yerdə rejim tərəfdarları var. Rejimin hər yerdə ona bağlı insanları var. Təbii ki, bu sözləri Amerika əleyhinə səsləndirə bilərlər. Amma bunun Azərbaycan xalqının çoğunluğu ilə hər hansı bir əlaqəsi yoxdur. Azərbaycan xalqının çoğunluğu İran rejiminin əleyhinədir. Bir sıra şəxslər, cəryanlar çalışırlar ki, Azərbaycanı, türkləri ümumiyyətlə İranda rejim tərəfdarı kimi göstərərlər. Əlbəttə, Amerikanın da bu savaşda apardığı bəzi hərəkətlərini, intiqadları və ya tənqidləri olan adamlar da var. Sivil strukturları vurmasınlar. ABŞ və İsrailin İrandakı hərbi əməliyyatlarından sonra İranın müxtəlif bölgələrində hakimiyyətə dəstək aksiyaları keçirilir. Amma bundan öncə dekabrda İranda hökumətin iqtisadi siyasətinə qarşı aksiyalar baş qaldırmış, minlərlə etirazçı öldürülmüşdü.